Abşeron rayonunda Məmmədli Fatmay yolunda yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə hadisə noyabrın 26-sında baş verib. Chevrolet markalı avtomobilin sürücüsü dünyasını dəyişib. İlkin ehtimala görə faciəyə sürücünün sürət həddini aşması və əks zolağa çıxması səbəb olub. Sürücülər, xahiş edirik, sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq deyə qurumdan bildirilib. Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində yanğın olub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 60 kvadrat metr olan kürsülü bir mərtəbəli 2 otaqlı evin yana konstruksiyaları yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.